Əgər BMW F10 sürürsənsə, maşında dartınma, çəkimdə problem, benzin sərfiyyatının çoxalması, maşında titrəmə, bu kimi problemlər varsa, bu videonu diqqətlə izlə. Deməli, qeyd etdiyim problemlərlə bağlı müştəri bizə müraciət edib, bu problemə görə ümumi qulluq prosesi icra olunacaq. İlk növbədə yanacaq çənindən çirkli benzini çıxarırıq. Daha sonra farsonkaları sökürük. Farsonkanın ağzına diqqət eləsəz, ağzının necə tutulduğunu görəcəksiniz. Naqar tutulub deyənə farsonkanın püskürməsi normal vəziyyətdə deyil. Farsonkanın belə tutulması qeyd etdiyim problemlərin ən başlıca səbəblərindən biridir. Farsonkalar stent olunur. Hansı farsonka necə işləyir gözümüzün qabağında olur. Xüsusi dərman vasitəsilə yuyulur. Gördüyünüz kimi 4-cü silindrin farsonkasına diqqət eləsəz, o birisi farsonkaların nisbətdə demək olar ki, püskürmür. Bu da avtomobildə qeyri-müntəzəm işləməyə gətirib çıxardır, maşında titrəməyə və qeyd etdiyim digər problemlərə gətirib çıxardır. İşin yekununda farsonkalar normal vəziyyətdə işləyir. Əvvəlki ilə indikinin arasında yəqin ki, fərqi görürsünüz. Bu proseslərdən sonra maşında fərqin olmamağı qeyri-mümkündür. Üzərindən çıxarılan sveçalar normal vəziyyətdə deyil. Orijinal BMW qrup sveçalarından istifadə olunur. Zaslonkası da sökülüb. Gördüyünüz kimi bunun da vəziyyəti yaxşı deyil. Yuyulur tərtəmiz, ideal vəziyyətdə. Çənin vəziyyəti göz qabağındadır. Çirk özünüz görürsünüz. Benzin filtr sistemi yumaq üçün sökmüşük. Çəni də təmizləyirik normal vəziyyətdə. Benzin filtr sisteminin yuyulma prosesidir. Həmin farsonkaların tutulmasının normal işləməməsinin ən başlıca səbəbi bu gördüyünüz qara çirkli benzindir. Bu modellərdə benzin filtr nasosla birgə satıldığına görə bu proses icra olunur. Mayenin rəngi belə şəffaf olana qədər bu proses icra olunur. Bu görülən proseslərin maşında çox önəmli bir rolu var. İlk benzin bax bu çirkli vəziyyətdə, daha sonra işin yekununda isə şəffaf vəziyyətdə çıxır. Son olaraq diaqnostika, adaptasiya eləyirik. Müştəriyə tam ideal şəkildə maşını təhvil veririk. Bu proseslərdən sonra qeyd etdiyim problemlərin heç biri olmur. Maşının çəkimi əvvəlkindən daha çox, benzin sərfiyyatı isə azalır.